Bu Hüseyin Cavid prospekti ilə bir dənə burada kafe açılmışdı. Görürsünüz? Bu elmlərdən sonra. Bu da bağlandı. Görürsünüz? Gecə-gecə baxıram. Bağlanan obyektləri sayıram. Bu hansıların ki üstündə icarə yazılıb. Yəni bu hələ ancaq bir marşrutdadır ya. Yəni mən şəhərə çıxmıram. Ancaq biz tərəflərdə. Bax görürsünüz? Bu da biri. Bu əvvəl neçə illər işləyən bu şərab dükanı idi. Bu da getdi işin davayıca. Hələ düz onun yanında bir dənə də obyekt. Bu da bağlanıb. İndi güya təmir eləyirlər, neynirlər, faktımı işləmir də. Görürsünüz də, bu hələ bir dənə bir kiçik sahədir ya. Yəni şəhər ümumiyyətlə ot tutub yanır. Yəni mümkün deyil bizneslə məşğul olmağa. Gücümüz indi bizimki nəyə çatar? Yəni söhbət adi adamlardan gedir. Nəsə bir dənə bir xırda bir işlə məşğul olmağa da, nəsə bir xırda bir obyekt açmağa, xırda bir biznes qurmağa. O da ki quran kimi inandırım sizə elə gələcəklər qapınıza ki hamı, müştəridən başqa hamı. Yəni verməyə yox, almağa. Başa düşürsünüz? Rentabilliyi yoxdur. Cəmaatda alıcı qüvvəsi yoxdur. Amma ki cəmaatın təqsirkarlığı da hələ özündədir. Bilirsiniz, ta o vaxta kimi ki o gələnləri ki yedizdirəcək sizə, sizin işiniz heç vaxt düzəlməyəcək. Biz bax hələ belə məcbur olacaq qıraqdan gezib baxmağa. Böyük balıqlar isə keyf eləyəcək. Balaca balıqları yeyə. Başa düşdünüz? Amma bir vaxt gələcək, nə vaxt ki artıq balaca balıqları yeməyə dair balıq qalmayacaq. Onda başlayacaqlar bir-birlərini yeməyə. Qəlbdən qəlbə bu qədər.